Nə telefonumuza cavab verirlər çox vaxt, nə də ki, açanda da deyirlər ki, pul yoxdur, ya nə bilim nə, pulu karoçu vermirlər, nə maşın, nə pul verilmir. Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə TikTok və Instagram sosial şəbəkəsində səhifə açdılar və 30-dan çox vətəndaşı aldatdılar. Qarabağ International Trade adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə sənədlərdə adları keçən 3 tanış şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmməlizadə və Sənan Eminovun dələduzluğu ilə üzləşiblər. 30 nəfərdən yuxarı zərər çəkmiş var. Maşınlar Amerika və Koreyadan gəlməli idi, lakin maşınlar Azərbaycana gətirilib çıxarılmayıb. Deməli, 2020-ci ildən bu üzə bizi fırıldaqçılıq eləyirlər ki, maşınlar indi gəldi, nə bilim nə, bizi yığdılar bir yerə, topladılar hamımızı. Amma nə maşınlar gəldi, nə bir şey. Sonra Yəni əlaqə saxlayırsınız yoldaşlar? əlaqə saxlayırıq bizi, belə deyim də, nə telefonumuza cavab verirlər çox vaxt, nə də ki, açanda da deyirlər ki, pul yoxdur, ya nə bilim nə, pulu karoçu vermirlər, nə maşın, nə pul verilmir. Ümumilikdə hardasa 100 mindən çox ziyan var. Mən sosial şəbəkədə gördüm səhifələrini. Bir nəfər dostum da ora müraciət eləmişdi. Onunla bərabər getdim mən də müraciət eləməyə. Mənə çox inandırdılar ki, maşın 3 aya gələcək. 3 ay gəldi də gəlmədi. Sonra dedilər 10 günə gəlir, yollar donub, ya nə bilim nə. Nə 10 günə gəldi, nə 3 aya gəldi. Opşum, nə maşın gəldi. Pulumuzu da istəyəndə bizə hətta qorxu gəldilər, sonradan pul da vermədilər. Şirkətə pul vermişəm 12 min manat pulu, maşının pulunu nağd aldılar ki, maşını 5 gün ərzində verəcəyik. Ondan bəri nə maşın var, nə pul var. Kimə verdiniz? Sənan, Mərdan, Nahid adlı şəxslərdir. Şirkətin müdiri, müdir müavini, direktor belə. Bəli. Alladırlar, bu 3 ildir nə maşın var, nə pul var arada. Zəng eləyirik, telefonlarımızı açmırlar. Hər dəfə bir bəhanə ilə yola verirlər bizi. Aldadılan şəxslərin bəziləri artıq hüquq mühafizə orqanlarına müraciət edib. Bəziləri isə hələ də problemin öz başına həll olunmasını gözləyir. Şikayətçilərin sözlərinə görə şirkət rəhbərliyi onlara xaricdən yüksək keyfiyyətli avtomobillər gətirəcəklərini vədini verib. Lakin nə avtomobillər, nə də pul geri qaytarılıb. Mən də özüm də Toyota Corolla zakaz vermişdim. Mənə dedilər ki, 3 aydan sonra sənin maşının gələcək. 3700 məbləğində pul verdim. 3 ayın müddəti gözlədim onları, gəldim, getdim. Onların şirkətinə gəlib gedəndən sonra hər bəhanə ilə məni alladırdılar ki, ay, falan vaxtı gələrsən, falan vaxtı gələrsən. Elə oldu ki, bunlar mənim allatdılar, axırda yığdılar bizi bir yerə. Bir yerə yığandan sonra bunların fırıldağı ortalığa çıxdı. Ki, bunlarda nə maşın var, nə maşın gətirə bilirlər, nə pul var bunlarda. Biz pulumuzu tələb eləyəndə bizə pul vermədilər. Dedilər ki, pullar, bütün maşınlar öz gələcək. Hər bəhanə ilə indi də zəng eləyirik, telefonları açmırlar. Sənan adlı şəxs, Nahid adlı şəxs, bir də ki, Mərdan adlı şəxslər var. Sosial şəbəkədən götürmüşdüm. TikTok vəziyyətini, TikTok sosial şəbəkəsindən onların nömrəsini əldə eləmişdim. Həmin bir nəfər də o mənə dedi ki, gəl ginən, falan vaxtı gəl. Mən də getdim. Elə oldu ki, nə bizim indi buracana nə pul verilir, nə heç kimdə yaxın durmur bizim işimizə baxmırlar. Şirkətin işçisi olan Sənan Eminov bu işdə günahsız olduğunu, hətta pulların şirkət rəhbərliyi tərəfindən alındığını deyir. Mənim haqqımda şikayət edir, mən orada işçi olmuşam və bunun haqqında Cəbrayıl rayon məhkəməsində iş gedir, araşdırılır. Yəni vətəndaşlardan pul aldığınızı bildirirsiniz də? Mən almamışam. Şirkət olaraq şirkətin rəhbəri iş vasitəsilə götürüb, o da indi araşdırılır. Qarabağ International Trade adlı avtomobil şirkətinin rəhbəri Nahid Aslansoy dostlarının təkidi ilə bu işə girişdiyini, yalnız o işdən maaş aldığını iddia edib. Vətəndaşlardan pulları isə Sənan Eminovun aldığını bildirib. Şirkət yarandı və şirkəti də yarananda mənim adımdan qeydiyyatdan keçdi. Yəni şirkətin rəhbəri olaraq mənlə qeydiyyatdan keçdi. Ancaq şirkətdə pulların alınmasını, orada müqavilələrdə də qollara baxsanız görərsiniz ki, şirkətdə pulların alınmasını Sənan bəy həyata keçirdi. Mənim ümumilikdə 3 ay müddətində orada çalışdığım müddətdə 3700 manat əmək haqqı əldə eləmişəm. Və mən bir çox insanlara da ödəniş qaytarmışam. Daxili İşlər Nazirinin Mətbuat Xidmətinin əməkdaşı Lumi İsrafilli DNS-TV bildirib ki, vətəndaşların hüquqlarının qorunması və pullarının geri qaytarılması istiqamətində hüquqi prosedurlar davam edir.
Həmin şirkət tərəfindən xarici ölkələrdən nəqliyyat vasitələri gətirmək adı ilə vətəndaşların aldadılaraq müxtəlif məbləğlərdə pul vəsaitinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. Müraciətlər əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılıb və Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb. Həmin şirkətin əməkdaşları barəsində toplanmış materiallar baxılması üçün aidiyyat üzrə göndərilib. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.